Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve ashabi ecmain. Yani Müslüman hayatında, müminin hayatında en mühim olan bir şey tevhid barəsində, tevhidin ne kadar önemli olması barəsində. Müəllif rahimehullah tevhid kitabında buyurur ki, kim tevhidi hayata geçirerse cennete soru-sualsız daxil olar. Deməli, tevhidin həyata keçirilməsi üçün, tevhidin həyata keçirilməsi o deməkdir ki, insan tevhidi həyata keçirməklə birlikdə bu üç şey gərək başa düşülsün. Tevhidin həyata keçirilməsi üçün bu üç şey mühümdür. Bu üç şeyin üçü də olması lazımdır. Birincisi elm. Tevhid elə bir şeydir ki, onu gərək əvvəlcə biləsən. Tevhid nə olan bir şeydir? Tevhid ən əzəmətli bir şeydir. Tevhid İslamın əsli, İslamın köküdür. Müəllif rahimehullah deyir ki, bunlardan birincisi tevhidi deyir ki, şirkdən xilas olmaqdan ötürü. Şirkdən xilas olmaqdan ötürü, tevhidi həyata keçirməkdən ötürü, şirkdən xilas olmaqdan ötürü bu üç şey mütləq olmalıdır. Birincisi elmin olması, yəni tevhidi gərək biləsən, öyrənəsən. Şeyx deyir ki, bir şeyi həyata keçirməkdən ötürü gərək əvvəlcə onu biləsən. Bilməyin lazımdır. Çünki sən bir şeyi əgər bilməsən, etmək istədiyin bir əməli əvvəlcədən bilməsən, onu necə həyata keçirəsən? Birinci gərək biləsən və şeyx deyir ki, yəni tevhid düzgün şəkildə, insanın təsəvvüründə nə vaxt təsəvvür olunur, insan onu tam, yəni birinci, yəni tevhid necə təsəvvür olunur, gərək insan onu gərək bilsin. Bu ilə insan, tevhid insana çatır, belə deyək. Çünki Allah təala buyurur ki, "Fə'ləm ənəhu la ilahə illallah." Sən bil ki, Allahdan başqa haqq məbud yoxdur. Allahdan başqa haqq məbud yoxdur. Allah Teala öz kitabında fə'ləm deyərək, yəni elmə, yəni bilməyə, öyrənməyə işarə edir. Yəni la ilahe illallah kəlməsindən əvvəl Allah Teala elmi gətirir. İkinci şeyx gətirir, deyir ki, etiqad etmək. Etiqad eləmək. Deyir ki, əgər sən bir şeyi bildinsə, əgər etiqad etmədinsə, təkəbbür göstərdinsə, tevhidi həyata keçirmiş sayılmırsan. Çünki belə baxanda ərəblər o vaxtı, yəni la ilahə illallah bilirdilər, onlar ərəb idilər. Onlar bilirdilər, la ilahə illallah kəlməsi Allahdan başqa ilah yoxdur demək deyil. Allahdan başqa haqq məbud yoxdur. Yəni onlar bu kəlməni belə desək, qrammatik şəkildən də belə bilirdilər. Yəni düzgün şəkildə la ilahə illallah nədir, nəyi tələb edir? Ərəblər yəni onu bilirdilər. Amma etiqadları yoxdur. Yəni ona etiqad etmirdilər. Yəni Allaha şərik qoşanlar etiqad etmirdilər və bu kəlməyə qarşı təkəbbür göstərirdilər. Yəni boyun əymirdilər, itaət etmirdilər. Ona görə şeyx deyir ki, əgər bir şey bildinsə, gərək etiqad edəsən və təkəbbür göstərməyəsən, yəni üz döndərməyəsən, üz çevirməyəsən. İnsan təkəbbür göstərəndə də tevhidi həyata keçirmiş sayılmır. Çünki Allah Teala buyurur ki, "Əcəalul ələhə iləhun vahidə, innə həzə ləşeyun ucəb." Allah Teala o vaxt ki, müşriklər barəsində buyurur ki, onlar Peyğəmbərimiz sallallahu əleyhi və səlləm barəsində dedilər ki, bütün bu iləhləri tək bir iləh mi etdi? Deyirlər ki, bu təəccüblü, qəribə bir şeydir. Deyir, onlar etiqad eləmədilər. Allah Taala'nın yəni ibadətdə tək olmasına, Allah Taala'nın uluhiyyətinə, ibadətdə tək olmasına etiqad eləmədilər. Bilirlər, lakin etiqad etmədilər. Bu da səbəb nə idi? Səbəb onlarda olan, onların şirkə düşmələri idi. Və şirk onların qəlblərini artıq bürümüşdü. Qəlblər kilitləndiyinə görə
onlar la ilahe illallah kəlməsini, mənasını bilsələr də belə söz olaraq belə bilsələr də, lakin etiqad etmirlər. Çünki onların qəlblərinə qəlb kilitli idi. Ora, yəni o etiqad girmirdi. Ona görə də bu kəlmə onlara qəribə gəldi. Və üçüncüsü də şeyx burada gətirir ki, yəni itaat etmək, boyun əymək. Şeyx deyir ki, əgər sən bir şey bildinsə, öyrəndinsə, əgər etiqad etdinsə, əgər boyun əymədinsə, itaat eləmədinsə, yenə tövhidi həyata keçirmiş sayılmırsan. Nəyə görə? Çünki Allah buyurur ki, İnnəhum kânû izâ qîle lehum lâ ilâhe illallâh yestekbirûn ve yekûlûne e'innâ letârikû âlihetinâ li şâirin mecnûn. Onlar deyin, Allah da onlar barəsində buyurur ki, onlara deyildikdə ki, la ilahe illallah, la ilahe illallah deyildikdə onlar deyir, yəni onlara deyildi ki, la ilahe illallahı deyin, onlar təkəbbür göstərirlər. Və deyirlər ki, biz, yəni bu məcnun şairdən ötürü, yəni bu Peyğəmbərimiz sallallahu əleyhi və səlləmi məcnun adlandırırlar. Deyirlər ki, bundan ötürü biz iləhlərimizi tərk mi edəsik? Və şeyx buyurur ki, əgər bu şeylər tövhidin öyrənilməsi, etiqad edilməsi, itaat olunması, yəni yerinə yetirilməsi, boyun əyilməsi olarsa bu şeylər فَإِذَا حَصَلَ هَذَا وَحَقَّقَ التَّوْحِيدَ فَإِنَّ الْجَنَّةَ deyir ki, insan əgər bu şeylər onda hasil olaraq tövhidi həyata keçirərsə, bu üç şeylər deyir ki, elədir ki, cənnət yəni ona garantiya verilib ki, haqq hesabsız, sorğu-sualsız cənnətə daxil olacaq. Yəni müminin bir müsəlmanın cənnətə daxil olmağından ötürü nə lazımdır? Onun la ilahe illallah kəlməsini düzgün şəkildə bu yuxarıda qeyd etdiyimiz formada həyata keçirməsi lazımdır. Əgər həyata keçirərsə, o cənnət, yəni garantiya verilib ona ki, sorğu-sualsız, Rəbbimiz olan Allah ona garanti verib ki, sorğu-sualsız cənnətə daxil olacaq. Hətta baxın, şeyx deyir ki, biz burada inşallah demirik. Niyə? İnşallah demirik. Çünki deyir, bu şəri bir hökümdür, sabit olan şəri bir hökümdür. Ona görə deyir, müəllif rahimehullah özü də başlıqda gətirir, deyir ki, kim tövhidi həyata keçirərsə cənnətə sorğu-sualsız girəcək. Deyir ki, müəllif özü də inşallah demir. Bidərik və tərcümə inşallah demədən. Amma şeyx deyir ki, amma müəyyən bir şəxsə gəldikdə biz demirik. Onun barəsində deyirik və müəyyən bir şəxsə gəldikdə görürük ki, yəni tövhid əhlidir, çalışır bu şeylərin üzərində, bu üç şeyin üzərində tövhidi öyrənir, etiqadı var, yəni boyun əyir, itaat edir, biz deyir, müəyyən bir şəxs haqqında demirik, onun haqqında deyirik deyir, inşallah. Amma ümumi belə hökm olaraq kim, yəni sən yetər ki, la ilahe illallahı düzgün şəkildə tövhidi yerinə yetirəsən. Allah Teala yəni cənnətə sorğu-sualsız girməyə sənə söz verir, vəd verir. Sonra burada müəllif rahimehullah bu başlıq altında İbrahim Peyğəmbəri bizə öndər olaraq, yəni ibrət olaraq İbrahim Peyğəmbəri bizə gətirir, deyir ki, İnnə İbrahimə kənə ümmətən qanitən lillah hanifən və ləm yəkun minəl müşrikin. Həqiqətən İbrahim yəni bir öndər idi. İbrahim bir öndər idi. Allah üçün ibadətdə davamlı olan, hər daim ibadətdə davamlı olan bir öndər idi. Və hənif idi. Hənif də nədir? Hənif də yəni şirkdən üz döndərib tövhidə üz tutan birisiydi. Və Allah da deyir ki, o müşriklərdən olmadı. İbrahim Peyğəmbər Allaha hər bir halında daimi və davamlı olaraq Rəbbinə ibadətdə, itaətdə duran birisiydi. Ona görə Allah da İbrahim Peyğəmbəri yəni tövhid məsələsində öndər kimi bizə öz kitabında zikr edir. Sonra Allah Teala yəni İbrahim Peyğəmbər haqqında burada şeyə gətirir, deyir ki, necə ki Allah Teala yəni başqa öz sevdiklərini. Əvvəlcə burada deyir ki, şeyx deyir ki, Allah Teala deyir, Hədə fənə minəllah subhanahu teala ala İbrahim.
Deyir ki, bu Allah Teala tərəfindən olan bir tərifdir İbrahim Peyğəmbərə ki, o, yəni öndər idi, arxasınca gedilən birisi idi. İnsanlar onu öndər götürürdülər tövhid məsələsində. Deyənəhu əhədur rusul. Deyir ki, o Peyğəmbər elçilərin, Allah Teala'nın hörmətli olan elçilərdən birisi idi. Həmçinin o, necə ki bildiyiniz kimi, yəni əzm, ulul əzm, yəni əzm sahibləri olan peyğəmbərlərdən birisidir. Sonra deyir şeyx deyir ki, sonra o öz əməllərində öndər idi. Yəni o tövhidi həyata keçirməkdə öndər idi. Və öz əməllər, öz feillərində və öz çalışmasında öndər idi. Deyir ki, o öz qövmünə qarşı, yəni haqq mübarizəsini etdi və onlardan da ona olan oldu yəni. Sonra burada şeyh gətirir, deyir ki, necə ki Allah Teala öz sevdiklərini imtihan etdiyi kimi İbrahim Peyğəmbəri də özünə dost olaraq seçdiyi İbrahim Peyğəmbəri də Allah Teala imtihan edir. Şeyh buyurur ki, deyir ki, Allah Teala onu sonra oğlunu qurban kəsməklə imtihan etdi. Və deyir ki, o oğlu özünün bir yeganə oğluydu. Elə bir yaşa gəlib çatmışdı. Onun yəni qurban kəsilməsi əmr olunan vaxtı gəlib yəni çatan bir gənc idi. Tam gəlib çatmış bir gənc, nə böyük deyil idi. Yəni belə orta boylu deyək, yəni tam gəlib çatmış, yetişmiş bir gənc idi. Deyir, elə birisi idi ki, insan ona baxanda deyir, xoşlanırdı. Yəni belə bir adam idi. Yəni belə bir atanın, belə bir oğlu Basara ala muntəhə təalluq bilmir. Lakin insan ona belə deyək, son dərəcə ona bağlanır. Yəni gəlib yetişən artıq gənc idi. Sonra Allah Teala oğlu haqqında buyurur, oğlunun atasına olan itaati haqqında buyurur, deyir ki, oğlu İsmail İbrahim'e deyir ki, ya əbəd, deyir ki, ey ata, sən deyir, sənə əmr olunanı yerinə yetir. İnşallah məni səbr edənlərdən görəcəksən. Şeyh burada deyir ki, İbrahim Peyğəmbər deyir, itaat edən bir oğula rəhbər olur. Deyir ki, oğlu deyir, nə ona itaatsizlik etmir, nə itaatdan qaçmır, yəni sözündə durur. Bələrada min validihi, əksinə deyir, İbrahim Peyğəmbərin övladı olan İsmail deyir, əksinə istəyir ki, özünü, yəni Allahın özünə buyurduğunu yerinə yetirsin. Rəbbinin əmrinə müvafiq olmaq istəyir. Bu da ondan olan bir yaxşılıq idi atasına və atasına olan itaat idi və ən mühümü də öz Rəbbinə olan bir dostluğu, ona olan bir itaat idi. Və Teala unzur ilə hədiyil quvvə əl-azimə mə'ətimət aləllahi qavlihi deyir ki, elə ki İsmail Peyğəmbərin bu əzəmətli, belə bu söz verməsinə, bu etimadı ilə yanaşı, siz baxın deyir, o nə dedi? Deyir ki, sətəciduni inşaallah minəs sabirin, deyirsən məni səbr edənlərdən görüb çapacaqsan. Burada şeyx deyir ki, İsmail deyir, bu ilə yanaşı özünə etimad eləmədi, öz nəfsinə etimad etmədi. Əksinə Allaha sığındı. Allaha sığındı bu sözü ilə inşallah deyərək Allaha sığındı. Və beləcə deyir, ata oğul ikisi də Allahın əmrini yerinə yetirdilər və beləcə itaat etdilər. Və bu ata oğulda həqiqətən də yəni tövhid məsələsində böyük bir ibrətlər var. Allah Teala bizi də tövhidi düzgün şəkildə öyrənib yerinə yetirənlərdən etsin. Ona görə qardaşlar, tövhidi davamlı şəkildə başqa şəri elmləri hər birimizdən bağlı olan şəri elmlər var. Hansı ki, hər kəsin boynuna düşən elmlər var da, şəri elmlər. Onları da öyrənmək lazımdır. Lakin tövhidi də davamlı olaraq gərək öyrənək. İnsan tövhidi öyrəndikcə tövhiddə möhkəmlənir Allahın izni ilə. Allah Teala bizi tövhidi düzgün şəkildə həyata keçirən qullarından etsin və həmçinin bizə
itaatkar övladlarımızı da tövhiddə böyüyen övladlar etsin. Bizi tövhiddə tam şəkildə düzgün yerinə yetirək, övladlarımız da bizə itaat edən övladlardan eləsin. Bismillahirrahmanirrahim.